Xəbərlərimiz davam edir. Rusiyanın bəzi ölkələrdən kənd təsərrüfatı mallarının gətirilməsinə qadağa qoyması Azərbaycan məhsullarına tələbatı artırıb. Lakin bu hal fermerləri o qədər də sevindirməyib. Çünki tələbat çox olsa da qiymətlərdə enmə müşahidə edilir. Göyçaydan hazırlanan sujetə baxaq. Göyçay rayonunda istixana şəraitində yetişdirilən pomidor tezliklə Rusiya bazarlarına çıxarılacaq. 30 ildir ki, təsərrüfatla məşğul olan Göyçaylı fermer Şirvan Kərimov deyir ki, məhsulunu Rusiyaya ixrac etməsi ona daha çox sərf edir. Yazlıq pomidoru. Yaz pomidorunu Rusiya bazarına satmışıq. İndi bu payız pomidorun, yəni dediyim kimi gözləyirik ki, hələ indi yavaş-yavaş başlayırıq. İndi külləşməyib. Küçləri çıxım yoxdur hələ. İndi gözləyirik bir həftəyə, 10 günə Allah qoysa. Kütləri çıxdım, bəli, kütləri yığın başlayacaq. Ondan sonra Rusiya alverçiləri də bəli, gəlsələr böyük məmnuniyyətlə. Əlbəttə ki, Rusiya sərf edir. Fermer bildirir ki, məhsula tələbat olsa da, qiymətlər ötən ilə nisbətən aşağıdır. Keçən il bir yeşik pomidor 40-45 manata satılırdısa, bu il həmin göstərici 30-35 manatdır. Analoji vəziyyət nar məhsulunda da müşahidə edilir. Hazırda bir yeşik narın qiyməti 5 manatdır. Yerli bazara da çıxır, xarici bazara, Rusiya bazarlarında yığılır, kəndlər yığılır. Allah toxularla yox, Rusiya bazarlarına aparılır. Xatırladaq ki, Rusiya hökumətinin bir sıra ölkələrə kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı tətbiq etdiyi qadağa qüvvəyə minəndən bir il ərzində qüvvədədir. Elnari İbrahimova, Samir Cəbiyev, Göyçay.